Bizim iki arvadım var. Senin iki arvadın var, orada uşaklara pul göndermişsin. Herden bakıram neyinin yazıqdır, uşaqdır. Adı uşaqdır, bakıb gönder. Yok. Bugün Azərbaycanın xalq artisti, gülüş ustası, hər kəsin sevilmesi Arif Quliyevin anadan olduğu gündür. 1950-ci ildə dünyaya göz açan aktyor, 1965-ci ildə Bakı Mədəni Maarif Texnikumunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. 3 il sonra öz istəyi ilə Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilən sənətkar 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya aktyorluğu fakültəsində təhsilini davam etdirir. Bir müddət sonra isə musiqili komediya teatrının aktyor truppasına dəvət alır. Bəstə, sən də zarafatda başlamsan ha. Nə zarafat? Mənim ürəyimdən qara qanlar axır. Niye? Bu qazın düşmənləri peyda olub. Necə? Göz verin buna, işıq vermirlər. Kəsmək istəyirlər. Arif Quliyev müxtəlif səpkili və fərqli xarakterli obrazlar yaradıb ki, həmin obrazlar böyükdən kiçiyə hər kəsin yaddaşına əbədi həkk olunub. Teatr səhnəsində ifa etdiyi Şərbətəli, Mürsəl, İbişov, Dursun kimi personajlar aktyorun komediya janrında yaratdığı uğurlu rolların bir qismidir. Komediya aktyorunun yaradıcılığında Azərbaycan Dövlət Televiziyası da geniş yer tutur. Onun Şans, Bığ əhvalatı, Qaynana, Evləri köndələn yar və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların dərin rəğbətini qazanıb. Bununla bərabər Azərbaycan Film Kinostudiyasının istehsalı olan Bəyin Uğurlanması, Bəxt Üzüyü, Yaramaz, O Dünyadan Salam, Mənim Ağ Şəhərim, Alma Almaya bənzər kimi bədii filmlərdə peşəkarlıqla oynadığı rollar aktyorun yaradıcılıq qabiliyyətinin zənginliyini bir daha təsdiq eləyir. Hər insanın ömrünün hissələrini təşkil edən illər əlbəttə unudulmaz olur, yadda qalan olur və ağırlı, acılı olmasına baxmayaraq, keşməkeşli, əziyyətli olmasına baxmayaraq, deyimli, sözlü, söhbətli, sözsüz olmasına baxmayaraq unudulmazdır. Mən deyərdim ki, həm teatr sənəti, həm musiqi, həm yəni incəsənəti götürəm. Həm müğənni, həm şair, həm dramaturq bu sənətlərin ümumiyyətlə özü insanın varlığı ilə dünyaya gəlməlidir. Sevilən sənətkar 1982-ci ildə Respublika Gənclər mükafatına, 1988-ci ildə Əməkdar Artist fəxri adına, 1993-cü ildə isə Humay mükafatına